Hədislərin birində Əli əleyhissalam buyurur: "Səyyuqtalu raculun min vuldi bi ardı Xorasan bis-səmmi zulmən." Tezliklə mənim övladlarımdan olan bir kişi Xorasan diyarında şəhid ediləcək, bis-səmmi zəhərlə şəhid ediləcək, zulmən zülmkarcasına. İsmuhu ismi. Əli əleyhissalam və İmam Rıza ağanın zaman cəhətindən aralarındakı fasilə təqribən bir əsr yarım civarında olduğunu nəzərə aldıqda bu hədis insan üçün çox xoş hədislərdəndir. Çünki təqribən bir əsr yarım öncə İmam Rızadan qabaq Əli əleyhissalam bildirir ki, onun adı mənim adımdandır və ismu əbihi və onun atasının adı İsm-i Musa ibn İmran. Musa ibn İmranın adındandır. Yəni Əli ibn Musa. Əla, agah olun. Fəmən zərəhu fi qurbətihi. Hər kəs onu o qürbətində ziyarət eləsə, Ғəfərəllahu Teala zunubəhu mə təqəddəmə və mə təəxxərə. İmam Əli əleyhissalam Həzrəti İmam Rıza ağanın ziyarətinin fəzilətinə toxunur, ziyarətinin bir növ əcrinə toxunur. İmam Əli əleyhissalam buyurur ki, hər kəs İmam Rızanı o qürbətdə, o diyarda ziyarət edərsə, Allah Teala onun keçmiş və gələcək günahlarını bağışlayar. Bir bəndə içində bundan böyük mükafat yoxdur. Hamımız bunun dalınca ki, günahlarımızı Allah bağışlasın. Allah da günahların bağışlanmasını İmam Rıza ağanın ziyarətində qərar verir. Əlbəttə, burada bəzi mətləblər də var, digər hədislərdə buyurulduğu kimi, arifən bi həqqi, mərifətli ziyarət, onların haqqını tanıyaraq ziyarət eləmək, bunlar da öz yerində. Ardınca İmam Əli əleyhissalam bildirir ki, hətta onların günahların çox olsa da belə, yəni birdən düşünərik ki, görəsən insanın günahların sayı çox olsa, o günahlarda Allah Teala bu ziyarətlə bağışlayar. İmam buyurur ki, وَلَوْ كَانَتْ مِثْلَ عَدَدِ النُّجُومِ وَقَطْرِ الْأَمْطَارِ وَوَرَقِ الْأَشْجَارِ. Hətta onların günahlarının sayı, ulduzların sayı qədər olsa da, yağış damlaların sayı qədər olsa da və ağac yarpaqların sayı qədər olsa da, Allah Teala onun günahlarını bağışlayar. Ki, bu Mövlud ərəfəsində istədim bu hədisi oxuyaq, bir müjdə ünvanında, hamımız üçün bir müjdə olsun.